Salam kanal izləyicilərim. Bugün sizlərlə gördüyünüz bu jaketi toxuyacağıq. Bu jaketi mən 1 yaş, 1 yaş yarım üçün nəzərdə tutaraq toxumuşam. Onu qeyd etmək istəyirəm ki, bu hissəsinin uzunluğu sizdə daha uzun olsun istəyirsinizsə, göstərəcəyim sxemdə burada olan 12 sıranı siz 14 sıra gedə bilərsiniz və burada olan 7 sıranı siz 9 sıra edəcəksiniz. O zaman videoya baxsanız daha aydın şəkildə başa düşəcəksiniz nəyi nəzərdə tuturam. İndi isə videoya keçid edə bilərik. Jaketi toxumağa arxa hissəsindən başlayırıq. 15 ilməni 12 sıra toxuyuruq. Bu 12 sıranı toxuduqdan sonra yaxa hissələri üçün ilməklər çıxardacağıq. 6 ilmə sağ tərəf üçün, 6 ilmək isə sol tərəf üçün, ortada da 3 ilməni biz kəsəcəyik. Bu 6 ilməni bir sıra düz qaydada toxuyuruq. İkinci sırada bir dəfə artırma edərək 7 ilmə edirik. Daha sonra bu 7 ilməni 12 sıra tamamlanana qədər düz qaydada toxuyuruq. Ardınca isə qol üçün ilməklər çıxardırıq. Toxuduqca bu hissəsini daha aydın şəkildə göstərəcəm. 15 ilməni biz zincir olaraq alırıq. Yəni bir ilmənin içərisindən digər ilməni keçiririk. Burada artıq qalan sapı mən daha sonra belə içərdən tikirəm. Yəni əlavə burada bunu kəsməyə ehtiyac yoxdur. Belə kiçik də olsa mənə kifayət edir. Bu ilmənin içərisindən sapdan gələn digər ilməni keçirirəm və zincirlər edirəm. Bu birinci zincirim. Daha sonra gələn bu ilməni də bunun içərisindən keçirirəm. Bu oldu ikinci zincir. Bu qayda ilə 15 zincir edirəm. 1, 2, bu 3, bu 4, On 15 zincirim oldu. Burada artıq bir daha sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu 15-ci zincirin içərisindən keçən bu ilmə artıq bizə birinci sıranın ilməsini verir. Bu birinci sıranın ilməsidir. Daha sonra sapdan gələn digər ilmələri bu zincirlərin içərisindən keçiririk. Birinci ilməmiz artıq var. Onun yanındakı zincirin içərisindən də sapdan gələn ilməni keçirirəm. Ard-arda hər zincirin içərisindən sapdan gələn ilmələri keçirərək davam edirəm. Sıra sonuna qədər bu qayda ilə toxuyub qaydıram. 15 zincirin içərisindən sapdan gələn ilmələri bir-bir keçirdim. Sıra sonuna qədər gəldim. İndi ikinci sıranı toxuyuruq. İkinci sırada bu ilmənin içərisindən, sonuncu keçirdiyim ilmənin içərisindən sapdan gələn bu ilməni keçirirəm. Sadəcə olaraq biz diqqətli olmalıyıq. Bu ilmələr belə burulmamalıdır. Düz qaydada ilməni tuturuq və sapdan gələn ilməni onun içərisindən keçiririk. Bu zaman ilmələr düz və səliqəli görsənir. Bu qayda ilə hər ilmənin içərisindən bu ilmələri keçiririk. Beləcə davam edirik. Çox sadə bir sxemdir. Heç toxumayanlar belə toxuya bilər. Bu qayda ilə da sıra sonuna qədər toxuyuram. Sıra sonuna qədər ilmələri digər ilmələrin içərisindən keçirdim. İndi 3-cü sıranı toxuyuruq. 3-cü sırada biz yenə də sapdan gələn ilmələri digər ilmələrin içərisindən keçiririk. Bu qayda ilə bir sağa, bir sola eyni qayda ilə ilmələri digər ilmələrin içərisindən keçirərək toxuyuruq. Bir də onu qeyd etmək istəyirəm ki, buradan gələn, sapdan gələn ilmələri biz ötürməməyə diqqət etməliyik. Çünki arada bəzən belə ilmələri biz ötürürük, gözümüzdən qaçır. O zaman arxada belə artıq ilmə olur.
Ona görə də bu ilmələrə diqqət edərək toxumaq lazımdır. Yəni bu qayda ilə bir sağ tərəfə, bir sol tərəfə toplam 12 sıra olana qədər toxuyuruq. İndi mən 12 sıranı tamamlayıb qayıdacağam. 12 sıra toxuduqdan sonra 13-cü sıranın ilmələri belə boş qalacaq. 12 sıranı bitirdim. İndi isə ön hissəsini toxuyacağıq. Birinci sağ tərəfin önünü toxuyacağım, daha sonra solun. 6 ilməni mən ön hissəsi üçün, bir tərəf üçün ayıracağım. Ortada olan bu 3 ilməni mən kəsəcəm boyun hissəsi üçün. Ardınca gələn 6 ilməni də daha sonra bitirəcəm ön hissəsinə uyğun olaraq. Birinci sağ tərəfin önünü toxuyuruq. Bir sıra düz qaydada toxuyacağıq. Ardınca isə bir sırada, ikinci sırada artırma edəcəyik. İndi isə mən düz qaydada toxuyacağım bu 6 ilməni. 1 2 3 4 5 və 6. Ardınca bu birinci ilməni mən düz qaydada toxuyacağım. Birinci ilmənin içərisindən sapdan gələn ilməni keçirirəm. Ancaq ikinci ilmədə burada artırma edirəm. Burada şixində də göstərmişəm. Bir sıra düz toxudum. İkinci sırada artırma edirəm. Yəni ikinci sırada bir dəfə birinci ilmədən sonraki ilmənin içərisinə 2 ilmə salıram. 1 və 2 ilmə salaraq burada artırma etmiş oluram. Davam edirəm. Ardınca gələn 4 ilməni düz qaydada toxuyuram. Burada oldu mənim toplam 7 ilməm. 1, 2, 3, 4, 5, 6, 7. İndi mən 1, 2 sıranı toxudum. Qalan 10 sıranı da düz qaydada sağdan sola, soldan sağa olaraq toxuyacağım. 2 sıranı toxumuşam. Qalan 10 sıranı da eyni qayda ilə toxuyuram. Qalan sıranı da 12 sıra bitənə qədər, buradan 12 sıra bitənə qədər toxuyub qayıdıram. Ön hissənin 12 sırasını tamamladım. Buradan başlayaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 sıra toxudum və 13-cü sıranın ilmələri boşda qalıb. İndi isə bu sap tərəfdən yox, digər tərəfdən ilmələri bir-birinin içərisindən keçirərək bağlayıram. İlmənin içərisindən digər ilməni keçirirəm. Sonuncu ilməni də keçirirəm. Buradakı sapı belə ortadan və buradan kəsirəm. Ardınca buradakı ilmənin içərisindən keçirirəm və bu sapı içəri üzdən belə incə iynə sapla tikəcəm. Bu jaketin bir tərəfinin ön hissəsi. İndi isə digər tərəfinin ön hissəsini toxuyacağıq. Digər tərəfini toxumağa başlamamışdan öncə burada ortada olan 3 ilməni kəsmək lazımdır. Onun üçün bir ilməni digər ilmənin içərisindən keçirirəm. Birinci ilməni kəsdim. İkinci ilməni də kəsdim və bu da üçüncü ilməm. Burada mənim 6 ilməm qalmalıdır. 1, 2, 3, 4, 5, 6. 6 ilməm var burada. İndi bu 6 ilməni də eynən sağ tərəfdə olduğu kimi toxuyacağıq. Bir sıra düz qaydada toxuyub, ikinci sırada burada da artırma edəcəyik. Birinci ilməni toxuyacağıq, ikinci ilmədə artırma edəcəyik. İndi mən buradan davam edirəm toxumağa. Bu kənar hissədən ilməni salıram.
Bir sıra toxudum. İndi ikinci sırada birinci ilməni yenə də düz olaraq toxuyuram. İkinci ilmənin içərisindən 2 ilməyi salıram və davam edirəm eyni qayda ilə toxumağa. İndi isə bu sol tərəfin ön hissəsini sağ tərəfdə olduğu kimi 12 sıra tamamlayacağım. Ardınca bir tərəfin qolunu bitirəcəm və digər tərəfin qolunu sizinlə birlikdə toxuyacağım. İndi isə toxuyub qayıdıram. İki tərəfin ön hissəsini tamamladım. Bir tərəfin qolunu da toxudum, tamamladım. İndi isə digər tərəfin qol hissəsini sizinlə birlikdə toxuyacağıq. Mən burada sxemdə 10 sıra yazmışdım. O 10 sıranı 9 sıra edirəm. Çünki 9 sıranın kifayət olduğunu düşünürəm. 9 sıra biz düz qaydada toxuyacağıq. Sonra bir dəfə əksiltmə edəcəyik. Ardınca bir sıranı bir tərs bir düz olaraq toxuyacağıq və qol hissəsini tamamlayacağıq. Burada 9 sıra düz qaydada toxumuşam. İlməkləri bu qaydada biz götürəcəyik. Toxuduğumuz hissəni açırıq. Bu ön hissəsi, bu da arxa hissəsi. Ön hissəsindən buradan başlayaraq 7 ilmək sayırıq. Mən artıq işarələrini qoymuşam. 1, 2, 3, 4, 5, 6, 7. 7-ci ilməyə bir işarət qoyun. Bir də arxadan 1, 2, 3, 4, 5, 6, 7 ilmək sayırıq. Orada işarə qoyuruq. Burada ortada 10 ilmək qalır. Bu 10 ilməkdən biz qol üçün ilməklər çıxardacağıq. 10 ilməkdən biz 13 ilmək çıxartmalıyıq. 13 ilməni 2 dəfə düz toxuyacağıq ilməni. Hərəsinə 1 ilmək salacağıq. Üçüncü ilməyin içərisinə isə 2 ilmək salacağıq. Yenə 2 ilməyi 1 ilmək çıxardaraq toxuyacağıq. Üçüncü ilməyin içərisindən yenə də 2 ədəd ilmək çıxardacağıq. İndi buradan yox, buradan mən ilməklər çıxardaraq toxumağa başlayıram. 1, 2 ilmək çıxardıram. Buradakı aradakı ilməklərdən. Üçüncü ilməyi çıxardacağım yerdən 2 ilməyi birlikdə salıram. Davam edirəm yenə 1, 2 ilmək çıxardıram. Üçüncü ilməyin içərisindən 2 ilməyi birlikdə salıram. Bir dəfə də artırma edəcəm. 1, 2 ilməyi toxuyuram. Üçüncü ilməyin içərisindən 2 ilməni birlikdə salaraq sonuncu artırmanı da edirəm. Burada sonuncu qalan ilməyi tək olaraq toxuyuram. Toplamda burada 13 ilmə olur. Bu kənarda olan sapları çıxardıram. Mən qol hissəsini bitişik halda toxuyacağım. Daha sonra bitişdirməyə ehtiyac olmasın deyə. Baxın, yan-yana gətirirəm toxuduğum hissəni. Bu 13 ilməni toxumağa başlayıram. Birinci ilmənin içərisindən sapdan gələn digər ilməni keçirirəm. Daha sonra bu kənar hissəsində olan ilməni də içəridə, buradan içəridə tikəcəm. İlməni keçirdim. Hər ilmənin içərisindən sapdan gələn ilmələri keçirərək toxuyuram. Sadə qaydada heç nə etmədən tam 9 sıra toxuyacağım. Daha sonra əksiltmə edəcəm. Göstərim sıra sonuna qədər. Baxın, sıra sonuna qədər gəldim. Yenə də sapdan gələn ilməni digər ilmənin içərisindən keçirərək davam edirəm. Toplamda bu toxuduğum ilk ilmələri saldığım yeri də sayaraq
9 sıra düz qaydada toxuyacağam. 10-cu sıranın belə ilmələri çöldə qalacaq. Ora qədər toxuyub qayıdıram. 9 sıranı tamamladım. Mən sıranı bu ön və arxa hissənin tam bu hissəsindən sayıram. Buradan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 sıra saydım. 10-cu ilməm boşda qalıb. Sıranı necə tamamladığımı, harda tamamladığımı bilmək üçün buradan tam ortadan bura qədər bilirəm ki, artıq burada digər sıraya, yəni 10-cu sıraya keçəcəm. Bunu da toxusam. İndi mən bura bir işarət qoyuram ki, o ilməni itirməyim. Buradan sonra əksiltmələr edəcəm. Yəni birinci ilməni toxuyuram. Bura mən işarə qoyuram. Baxın. Ondan sonra gələn hər iki ilməni birlikdə toxuyacağam. Birinci ilməni toxudum. Ardınca gələn iki ilməni birlikdə toxuyuram. Üst-üstə qoyuram və birlikdə toxuyuram. Beləcə əksiltmə etmiş oluram. 1. Yenə də üst-üstə qoyuram. İkinci əksiltməni edirəm. 2. Bu üçüncü əksiltmə. 4. 5 və 6-cı əksiltmə. Bir ilməni də əvvəl düz qaydada toxumuşdum. Toplamda burada 7 ilməm qalmış olur mənim. İlmə çıxdı. 7 ilməm qalmış olur. İndi bu ayrıcımı götürürəm. Bura yenə də ilmək salıram düz qaydada. Bu ayrıcı bura salıram ki, yerimi unutmayım. Davam edirəm. Buradakı ilmələrin birini düz toxudum, yəni sapı arxadan önə gətirərək toxudum. Sonraki ilmələrin birini sapı öndən salaraq toxuyuram. Bu olur tərs ilmə. Sapı arxaya atıram. Sonraki gələn ilməni arxadan önə salaraq düz qaydada toxuyuram. Bir düz, bir tərs, bir düz. İndi ardınca gələn ilməni tərs olaraq toxuyacağam. Sapı önə gətirirəm. İlməni öndən salıram. Bu da oldu tərs ilmə. İndi yenə sapı arxadan gətirirəm. İlmənin içərisinə keçirirəm. Bu oldu düz ilmə. Yenə sapı önə gətirirəm. Öndən salıram və bu da oldu tərs ilmə. Bir dəfə də sapı arxaya keçirirəm. Burada da düz ilməni toxuyuram. Burada ayrıcımı itirdim. Ancaq mən buradan baxaraq biləcəm ki, artıq sıranı tamamlamışam. Buradan sonra bağlayacağım. Bu ilmələrin hər birini digərinin içərisinə keçirəcəm. Bu hissəni kəsəcəm sonda. Hər ilməni digər ilmənin içərisinə keçirirəm. Sonuncu ilməni də keçirdim. Burada olan ilməni tam ortadan kəsirəm. Daha sonra bu kənardan kəsirəm. Biraz artıq saxlayıram burada. Bu artıq saxladığım ipi digər ilmənin içərisindən keçirirəm. Buradakı ilmənin içərisindən. Ardınca bu sonuncu burada olan ilmənin burada olan ilmənin
İçindən keçirirəm, arxasından çıxardıram. Yenə də bu sonuncu ilmənin içərisindən keçirirəm. Biraz dartıram və bu sapı içəridə mən iynə sapla tikəcəm. Beləcə qol hissəsi də tamamlanır. Hər iki tərəfin qollarını da bitirdim. İndi isə bu kənar hissələrini birləşdirəcəm. Siz istəsəniz kənarlarını iynə sapla da tikə bilərsiniz. İndi edəcəyim kimi ilmək çıxardaraq da edə bilərsiniz. Bu hər iki kənar hissəsindən ilmələr keçirəcəyik. Birinci bu sonuncu burada olan ilmənin içərisindən ilməni keçirirəm. Bu ilməni, keçirdiyim bu ilməni indi bu sonuncu, burada olan, kənarda olan sonuncu ilmənin içərisindən də keçirirəm. Bu ilməni boşda belə saxlayıram. Ardınca gələn ilməni bu tərəfdən bu ilmənin içərisindən keçirirəm. Bu ilməni, keçirdiyim ilməni digər tərəfdəki bu ilmənin də içərisindən keçirərək boşda saxlayıram. Yenə də bu ilməni, sonra gələn ilməni bu tərəfdən gələn bu ilmənin içərisindən keçirirəm. Kənarda olan ilmənin içərisindən keçirirəm. Daha sonra digər tərəfdən gələn ilmənin də bu tərəfdəki ilmənin də içərisindən keçirirəm. Bu ilmələr arada içəri qaçmaq istəyir, onları tutub dartıram. Davam edirəm yenə də sapdan gələn ilmələri kənarda olan bu ilmələrin içərisindən keçirməyə. Keçirdim. Yenə həmən ilməni digər tərəfdəki ilmənin içərisindən keçirirəm. Sonuncu ilməni də buradan qolu toxuduğum hissənin tam dibindən keçirirəm. Bu çıxdı buradan, bunu salım. Birini də bu kənardan, bu ilməni, keçirdiyim ilməni bu kənardan salıram. İndi isə bu aldığım ilmələri bir-birinin içərisindən bir-bir keçirirəm. Sonuncu ilməni keçirdim. Arxada olan sapın ilmənin ortasını kəsirəm. Bu dibindən kəsirəm, biraz saxlayaraq. İndi bu saxladığım sapı bu sonuncu ilmənin içərisindən keçirirəm. Daha sonra bu sapı burada olan, buradan salıram və içəri gizlədərək tikəcəm. Burada gizlədəcəm və iynə sapla tikəcəm. Beləcə jaket artıq hazırdır. Üzərinin bantiklərini də birləşdirib qaydıram. Üzərindəki bantikləri necə vurduğumu göstərmək istəyirəm. 4 ilmədən istifadə edirik. 2 ilmənin kənarında olan ilmələrin
ortasını kəsirik. Daha sonra bu ilməni, bu iki ilməni hər hansı istədiyimiz yerdən belə salırıq. Digər tərəfdən bir tərəfini sapını dartıb çıxardırıq və bu iki ilməni belə ortadan düyüm salırıq. Vəssalam. İndi mən tam düyüm salmadım, çünki mən artıq bantiklərin hamısını vurmuşam. Sadəcə olaraq bu ön hissəsinin bir tərəfini vurmuşam, bir tərəfini də sizinlə vuracağım. Burada da mənə 3 ilmə lazım olacaq. 3 ilmənin ortada olan ilməsini saxlayırıq. 2 tərəfdə olan ilməsini isə yenə də ortadan kəsirik. Belə uzun qalır. İndi bu tərəfdə tam üz-üzə gələcək şəkildə olan ilmənin içərisindən bu sapı keçirirəm. Bir tərəfinin sapını keçirirəm və arxa üzdən bu sapları düyümləyirəm. Gövdəli olan tərəfini biraz kəsirəm. Daha sonra bunu yenə də tikəcəm. Möhkəm olsun deyə. O iki sapı eyni ölçüyə gətirim. İstifadə edərkən bu önlərdə belə bağlayaraq istifadə edəcəm. Və artıq jaket hazırdır. Jaketi artıq bitirdim. Necə alındığını yorumlarda yazsanız çox sevinərəm. Hardasa sual vermək istədiyiniz yer varsa buyurub verə bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.